Nəhayət ki, bugün birlikdə bu advent kalendarı açırıq. Revolution'un böyle bir advent kalendarı var. Getdik. 23 dənə məhsul var içində. Uşaqlar kefdəyik. Deməli, birinci başlayıram uğurlu rəqəmim olan 7-dən. Ya Allah. Bu nədir belə? Bu nədir? Çox gözəl bir pəmbiş ten çıxdı. Ya Allah. Yaxşı başladıq məncə. Bu nədir? Krem kontur. Oo. Heç krem kontur işlətməmişəm. Nə yalan deyim. 22. Çıxdı. Şəriyanın yoxluğu bilinir. Bu nədir? Brow gel. Qaş sabitləyici. Qəşəng. Buna ehtiyacım olur. 9 nömrə. Gözləri. İkinci dəfədir belə bir formada gözlərim olur. O birisi Şiglamın advent kalendarından çıxmışdı. Nude lipstick pomada. Ay, buna çox sevindim şu an. 2 nömrə. Güzgü. Revolution'un güzgüsü. Çoxlarının uğursuz rəqəmi. Pudra çıxdı. Transparan pudra. Böyle bir lip glossumuz var. Hələ ki yaxşı gedirik. 2 dənə minicik böyle bir puf. Bunun qızılı rəngi var məndə. Pəmbişi də oldu. Mənim ən sevdiyim tonlarda lip oil həm də çanta boy. Çox sevdim bunu. Qəşəng. Bunu məndən baldızım alacaq. 100% deyirəm sizə. Eyeliner'ı bir adet. Bunları sınadığımız video gelsin. Karandaş formasında, biri ise flamaster formasında. Qəşəng. Dodaq karandaşı. Revolution dodaq karandaşlar çox qəşəng olur həqiqətən. Məşhur o səhra görünümlü highlighter'ın minisi. Açamıyorum. Qəşəng maskara. Evet, bir adet fırçamız oldu. Çok güzel bir renkte enli. Çok şirindi. Bu da onun kremsi forması. Krem highlighter. Mini bir Revolution'un sponcu. Lip balm. Minik bir çok tatlı, rengi de çok güzel olan bir lipstick çıktı. Siz çıxanlardan en çok hansını beğendiniz ve bu il hansı advent kalendarları